3-dən sonra düz 20 neçəyə kimi sualım var. Deməli, başladıq. Birinci sual. Dəmir sulfatın 2 molunun tam dissosiasiyası zamanı cəmi neçə mol ion əmələ gələr? Biz əvvəlcə bilməliyik ki, dəmir 2, SO4 3-də 1 molunda nə qədər ion var? Görürəm ki, 2 dənə dəmir ionu, 3 dənə də SO4 ionu varsa, cəm eləyir 5. 1 molunda 5 dənədirsə, 2 molunda nə qədər olacaq? 10 dənə olacaq. Yəni cavabımız olur A bəndi. 2-də də həmçinin 1 molunda 4 dənədir deyə 2 molunda olacaq 8 dənə. 200 molekuldan 170-i dissosiasiya edibsə, deyir ki, neçə faizi olar? 170-i bölürəm 200-ə, vururam 100-ə, o da eləyir 85%. Dissosiasiya dərəcəsi 85% olan elektrolitin hər 200 molekuldan neçəsi dissosiasiya edər? 200-ün 85%-ni tapıram, eləyir 170. 2 mol kalium 3PO4-dən nə qədər ion əmələ gələr? 1 molunda 4 dənə, ikisində də oldu 8 dənə. 6-da sabit. 7-də məhlulda sirkə turşusunun dissosiasiya dərəcəsi 2,8%-dir. Bu məhlulda sirkə turşusunun hər 1000 molekulundan neçəsi dissosiasiya etməmiş haldadır. 1000-in 2,8-i dissosiasiya edibsə, 1000-i vururam 2,8-ə bölürəm 100-ə, görürəm 28 molekulu dissosiasiya edib. Bizdən dissosiasiya etməmişi soruşur deyə 1000-dən çıxıram 28-i, qalır 972. Gəldim 8-ci suala. 1 mol natrium OH-ın suda həll edildikdə məhlulda əmələ gələn ionlarının ümumi sayı bu qədər olarsa, 9,3 vurulsun 10^23, 1,5-dir. Qərəvinin dissosiasiya dərəcəsini hesablayın. Əslində 1 molundan nə qədər ion əmələ gəlməli idi? 2 mol. Amma əmələ gəlibdi 1,5. Ona görə 1,5-i bölürəm 2-yə, vururam 100-ə. O da eləyəsidir 150/2, yəni 75%. 9-da elektrolitik dissosiasiya dərəcəsi 80%-dirsə, 1,25 mol natrium OH həll edilmiş məhlulda cəmi neçə ion əmələ gələr? 1/25-in 80%-ni tapıram, edir 1 mol natrium OH. 1 mol natrium OH-da nə qədər ion olacaq? 2 dənə ion olacaq. Natrium və OH ionu. 2 dənədirsə, onu da vururam Avogadro ədədinə, cavab olur A bəndi. 10-da natrium xlorun tam dissosiasiyası nəticəsində bu qədər ion əmələ gəlmişsə, suda neçə mol natrium xlor həll edilmişdir? Deyirik ki, 1 molundan əmələ gəlir 2 mol. Bəs neçə molundan? 6,2 vurulsun 10^23 neçə deməkdir? Elə 1 deməkdir. Neçə molundan 1 mol əmələ gələr? 0,5. 2 mol natrium xlorun tam dissosiasiyası nəticəsində neçə mol ion əmələ gələr? 1 molundan 2 dənə əmələ gəlirsə, 2 molundan 4 mol əmələ gələcək. Onu da Avogadroya vuranda cavabımız olacaq D bəndi. 12-də 1 mol kalsium nitratı suda həll etdikdə əmələ gələn ionların sayı bu qədər olarsa, 9,3 vurulsun 10^23 Avogadroya böləndə 1,5 edir deyə deyirsiniz ki, 1 molundan əslində 3 dənə idi. Bəs neçə molundan 1,5-dir? O da eləyir 0,5. Dissosiasiya dərəcəsini deyilmiş. Dissosiasiya dərəcəsi də heç bir şey. Əslində 3 mol əmələ gəlməli idi, amma 1,5 əmələ gəlibdir deyə 1,5-i bölürəm 3-ə, vururam 100. O da eləyir 50%. Gəldik 13-ə. 400 milli 0,5 m həll olan maddə X xlorendir. Xlor ionlarının sayı da 0,6-dır. İlk öncə mən burada məhluldakı maddənin mol miqdarını taparam. 0,4-ü litrə çevirirəm. Vururam 0,5-i, eləyir 0,2 mol. Deməli 0,2 mol X xlor N-də xlor atomu 0,6-dır. Deyirsən ki, 0,2-sində 0,6 xlor varsa, 1 molunda nə qədər xlordur? O da eləyir 3. Deməli, 3 dənə xlor atomu var imiş. Həmçinin 14 də belədir. 0,2-ni vururuq 0,2-yə, eləyir 0,4. 0,4-ündə 0,8-dirsə, deyirsən ki, 0,4-ündə 0,8-dirsə, birində X-dir. X də bərabər olur 2-yə. Gəldik 15-ci suala. Çox maraqlıdır. Bu dəfə cavabı düzəldiblər, ya yox? Deməli, məhlullar üçün nə doğrudur? Hər iki qabda eyni sayda ion var.
Sualın birini azaldıblar. Əvvəlki topluda bu sualdan 2 dənə arxa-arxaya eyni idi. Burada azaldıblar. Yəqin ki, səhv olanı çıxartdıblar. Baxaq indi. Hər iki qabda eyni sayda iyon var. Birinci qabda 2 mol maddədir, ikinci qabda 4 mol maddədir. 2 mol dəmir brom 3-də, 3 üstəgəl 1, 4, 4-ü də 2-yə vuranda 8 eləyir. Bu birində isə 2 dənədir, 2-ni də 2-yə vuranda yenə 8 eləyir. 8, 8 eyni saydadır, bəli. Deməli 1 doğrudur. Dəmir və kalium ionlarının molyar qatlıqları eynidir. Dəmirin də molyar qatlığı 2-dir. Niyə? Çünki onsuz da dəmirdən bir dənədir. O biri bu molyar qatlığı 2-yə vuranda 2 eləyir. Kaliumdan da bir dənədir, 2-yə vuranda 2 eləyir. Deməli bu da doğrudur. Hər iki məhlulda eyni sayda brom var, xeyr. Bunların dediyi ki, bu 4 moldur, busa 2 moldur. 2-ni 3-ə vuranda 6 eləyir, 4-ü 1-ə vuranda 4 eləyir. Eyni deyil. Ona görə 3 də yanlışdır. Doğru Müəllimə, cavab bunları 1 və qayda 2-dir. alırsınız? Qayda alıram. Hafizədə görün Bəli. mənə cavabı Y bəndi veribdi. Cavabdan xəbəri olan var, Y bəndi veribdi. Çox maraqlıdır. Arxada düzəldiblər ya yox. Cavabı A veriblər. Nə Bəli, veriblər? A veriblər. Hə, A. düzəltməyiblər yenə. Nə gözəl. Cavab burada 1, 2. Heç bir topluda düzəltməyiblər onsuz da. Hə, heç birinə düzəltmirlər. Cavab burada 1 və 2-dir. Onsuz da çox sualda düzəltmirlər. Başqa bir sual da düzəltməyiblər yenə. Niyə belə edirlər bilmirəm. Bunlara yorum gedir axı bu Ama 2 sualın. necə oldu? Nə? 2 necə oldu ki? Bax, dəmir brom 3. Dəmir brom 3-ün məhlulu onsuz da 2 molyar qatlıqdadır da. Dəmirin də sayı 1-dir axı. 1-i 2-yə vuranda yenə 2 eləyir. Kalium brom məhlulu da 2 moldursa yenə 1-i 2-yə vuranda 2 eləyir. Niyə? Çünki onsuz da bu məhlulun həcmi 1 litrdir. Dəmir mol miqdarı da 2-dir. Yenə 2-ni 1-ə böləndə dəmirə görə tapanda 2 eləyəcək. Kalium brom də 4 mol idi. Məhlulun həcmi də 2-dir deyə 4-ü 2-yə böləndə də yenə 2 eləyəcək. Deməli bunların molyar qatlıqları eyni imiş elə. Ona görə Tamam, 2 də 2'ni 2'ye doğrudur. böldüm. 2-ni niyə 2-yə bölürəm? Kalium bromun mol miqdarı axı 4 moldur. O 2 mol veribdi. Benim qaçdığıma. O mol molyar qatlıqdır. Ne beraber C vurursan V. Niyə bərabərdir bax. Əslində buradan onsuz da C forma beraber görsənir bildim. ki, hər ikisi 2-dir. Lap sizin dediyiniz kimi deyirəm gəlin yoxlayaq. 2-ni 1-ə vuranda bu 2 mol eləmişdi. 2-ni 2-yə vuranda da bu 4 mol eləmişdi. 2 mol dəmir brom 3-də 2 mol dəmir var. Məhlulun həcmi də 1-dir deyə 2-ni 1-ə bölürəm eləyir 2. Kalium bromda da 4 mol kalium var. Həcm də 2-dir deyə 4-ü 2-yə bölürəm yenə eləyir 2. Yəni yenə də bərabərdir. Və yaxud da elə molyar qatlığı əmsalına vurunda hər ikisində 1-dir deyə elə hər ikisində qatlıqları 2-2 çıxır. Yəni yenə eyni olur. Bildiniz? Təməsim nəyi başa düşmədim? Bildim. Ben mol çuvamışım ona. Benim qaçdığım. Aha. Qrafikdə 0.1 mol birləşməsi verilibdi. 0.1 molunda nə qədər XM var? 0.2. 1 molunda nə qədər olacaq? 2 dənə. YO4 nə qədər olacaq? 3 dənə. Deməli formulda X2, YO4 3 dəfə. Cavabımız da olur A bəndi. Və yaxud da elə nisbətə baxın da 0.2-nin 0.3-ə nisbəti. Yəni 2-nin 3 olmalıdır. Bunlar da getdi. Keçdik davamına. Qoyun silin bunu, davamına da baxaq. On yeddidə 0.3 molunda deyirsiniz ki 0.3-dür. 0.3 molunda da 0.6-dırsa buna 1 düşür, buna 2 düşür. Yəni X2Y. Cavabımız da olur A bəndi. 18-də XH4, XO2 birləşməsində alınır XH4 və XO2 mənfi. Neyniyəcəyik? Oksidləşmə dərəcəsini tapacağıq. XH4 müsbətdə X-in oksidaşmə dərəcəsini tapanda elə X-i X kimi işarə eləyirəm. Yazıram X üstə gəlinsin. Hidrogen burada olası da
müsbət 4 bərabər imiş müsbət 1-ə. Yəni 1-ə. X da buradan çıxır ki, -3. Burada -3-dür. X o 2 mənfini də yenə həmçinin qayda ilə eləyirik. X üstə gəlinsin. -2 vurulsun 2 bərabərdir -1-ə. X da buradan çıxır müsbət 3. Deməli, burada da müsbət 3-dür. Birində -3-dür, birində müsbət 3-dür X-lərimiz yuxarıda. -3, müsbət 3. A-dan B variantı. Düzdür. H4-dən YO3-ü də elə hesablasaq, yenə Y -3 çıxır. Amma YO3 mənfidə Y-imiz artıq müsbət 5 çıxacaq. Ona görə doğru cavabımız olur B bəndi. Gəldik 19-a. 249 faizi sulfat turşusudursa, yəni 98 qram sulfat turşusudur. 98 qramı da 1 moldur. 1 moldursa, elə 1-i vurursan Avogadro ədədinə B bəndi. 20. 0,5 mol natrium sulfat və 0,5 mol dəmir sulfatını suda həll etdikdə alınan məhlulda SO4 ionlarının sayını hesablayın. 0,5 mol natrium sulfatda nə qədər SO4 var? Elə 0,5-dir. 0,5 mol dəmir sulfatda 0,5-i 3-ə vururuq 1,5. Toplayırıq 2. Həmin 2-ni də gətirib Avogadro ədədinə vurursan, cavab olur D bəndi. 1 mol sirkə turşusu suda həll edildikdə bu qədər sayda hidrogen ion əmələ gələrsə, turşunun dissosiasiya dərəcəsini hesablayın. Əslində 1 molundan 1 mol əmələ gəlməli idi. Amma bizə əmələ gəlibdi 3,1 vurulsun 10 üstə 22, yəni 0,5 mol. Düzdür. 0,5-i də böləcəm 1-ə, vuracam 100-ə, görüm nə qədər. Əslində 1 əmələ gəlməli idi, amma 0,5 əmələ gəlibdi. 0,5-i bölürəm 1-ə, vururam 100, o da eləyir 5%. Turşunun dissosiasiya dərəcəsi 2% olduqda 0,5 mol sirkə turşusu məhlulunda əmələ gətirdiyi ionların sayını tapın. Əslində 0,5 moluna CH3COOH-ın dissosiasiyası zamanı CH3OO mənfi üstəgəl hidrogen müsbət. Yəni 1 molundan 2 mol ion əmələ gəlir. 0,5 molundan da 1-dən 2-dirsə 0,5-dən 1 olmalıdır. Amma 1 əmələ gəlməyib 1-in 2%. 1-in 2%-i də 0,2 eləyir. 0,2-ni də Avogadro ədədinə vuranda cavabımız olur C bəndi. 2 mol kalium nitrat suda həll edildikdə cəmi A mol əmələ gəlibsə, əslində nə qədər əmələ gəlməli idi? 1-dən 2-dirsə 2 molundan 4. Əslində 4 əmələ gəlməlidir, amma A gəlibdir. A-nı bölürəm 4-ə, vururam 100-ə. O da eləyir 0,20, yox, vuranda 100-ə 25-ə. 24-də də 4 mol əmələ gəlməli idi. Yenə A-nı bölürəm 4-ə, vururam 100-ə, bu da eləyir 25-ə. Gəldim nəyə? 25-ə. Kation ilə anionun nisbəti 1-in 3 olmalıdır. 1-in 3 olan varianta baxdıqda görürəm ki, Y bəndidir. Alüminiumdan 1 dənə, NO3-dən 3 dənə. Gəldim 26-ya. Bəli. 20 üstə 2-ni 4-ə bölüb 2-ni 4-ə bölmə 4 deyil. Niyə 2 anı? Deyir ki, Təmasib 2 molundan əslində nə qədər əmələ gəlməlidir? 4 mol. Əmələ gəlib də A mol. Əmələ gələni bölürəm, əmələ gəlməli o. Yəni dissosiasiya 70-i bölürəm ümumi molekul sayını. A-nı bölürəm 4-ə, vururam 100-ə. Tənasib qopya bildim. Gəlir indi 26-ya. Deyəsən testi yazmısan, suallar verirsən. Testi yazmayanda sual vermirsən axı. Xəbərin olmur testdən. Dissosiasiya dərəcəsi 80% olan 2 mol kalsium nitratın suda məhlulu üçün hansı ifadələr doğrudur? 2 mol kalsium nitratın formulu kalsium NO3 2 dəfə. 2 molunda nə qədər kalsium var? Elə 2 mol kalsium var. 2 mol kalsiumun 80%-ni taparım. Yəni 2-ni vururam 100-ə, bölürəm 80-ə. Eləyir 1,6. Deməli, bu variant doğrudur. 2 mol kalsium nitratda nə qədər NO3 ionu var? 2-2-nin 4 dənə. 4-ün 80%-ni tapanda o eləyir 3,2. Yəni bu səhvdir. Deyir, ionların ümumi sayı 4,8-dir, doğrudur. Çünki ümumi sayım 2 mol kalsium, 4 mol NO3 olanda cəm eləyir 6. 6-nın 80%-ni tapıram, o da eləyir 4,8. Yəni 3 də doğrudur. Cavab olur 1,3 A bənd. 27.
Suda məhlulda maqnezium xloridi duzunun dissosiasiyasının qrafikinə əsasən duzun dissosiasiya dərəcəsini hesablayın. Baxaq, maqnezium xloridinin dissosiasiyasından xlor çox əmələ gəlir, yoxsa maqnezium mütləqdir ki, dissosiasiyada xlor daha çox əmələ gələcək. Çünki xlorun miqdarı 2, maqnezium 1-dir. Yəni 2-nin 1-ə nisbətdədirlər. Deməli, bu 16 çox əmələ gələn maqneziumdur. Az əmələ gələn isə, üzrü sayını, çox əmələ gələn xlordur. Az əmələ gələn isə maqneziumdur. Buna əsasən də deyirik ki, 16 dənə xlor atomu əmələ gəlibsə əgər, burada nə qədər maqnezium xloridi dissosiasiya edibdir? 1 molunda 2 mol var. Neçə molunda 16 olur? X bərabər olur 8-ə. Deməli, 10 dənə götürmüşəm, onun 8-i dissosiasiya edib. 8-i bölürəm ona, vururam 100-ə. O da eləyir 80%. Gəldik 28-ə. Tak. 28. Məhlulda 1 mol dissosiasiya etməmiş H2+ və 6 mol H ionu var. Elektrolitin məhlulda dissosiasiya dərəcəsini hesablayın. 1 mol dissosiasiya etməyən H2+ və 6 mol H ionu var. Əvvəlcə mən H ionuna görə dissosiasiya nə qədər edibdi, onu sayaram. Deyirsən ki, 1 molunda 2 dənə hidrogen varsa, bəs neçə molunda 6 dənə hidrogen var? X bərabərdir 3 dənə. Deməli, 3 dənəsi dis edib. Biri isə etməyib. Deməli, ümumi nə qədər molekul var imiş? 3 ilə 1-i toplayıram, 4 dənə. 4 dənənin nə qədəri dissosiasiya edib? 3 dənəsi. Yəni neçə faizi? 4-də 3-ü. 75%. Daha sonra bunları dedikdən sonra keçirəm 29-cu suala. Bir dəqiqə. Keçirik indi 29-cu sual. 29-cu sualda deyir ki, 3 məhlulda hansı ionların qatlığı bərabər olar? Bunu 0.1 götürürəm. Buna 0.2 götürürəm. Əvvəlcə bu maddələrin miqdarını, mol miqdarını. Görürəm ki, 0.1 mol maqnezium xlorididir. 0.2 mol maqnezium, 0.2, 0.1-i 0.2-yə vuranda 0,1 səhv hesabladım. 0.1-i 0.2-yə vururam. Maqnezium xloridinin mol miqdarı eləyir 0,2. 0.2-ni də 0.2-yə vuranda natrium sulfatın da formulu eləyir 0,4. Düzdür. İndi bunları ion şəklində yazdım. Maqneziumdan nə qədər var? Deyirsən ki, maqneziumdan 0,2-dir. Xlordan nə qədərdir? 0,4-dür. Natriumdan nə qədərdir? 0,8-dir. SO4-dən nə qədərdir? 0,4-dür. İndi bunların qatlığını da tapanda hamısı 300 milli məhlul əmələ gətiribdir deyə, yəni 0.3 litr məhlul əmələ gətiribdir deyə hamısını bölürəm 0.3-ə. Eyni olanlar hansı olur? Xlorla SO4 ionu olur. Deməli, cavabımız olur A bəndi. Bir dəqiqə uşaqlar.